Salam müəllimlər, gəlin sizinlə idrak taksonomiyası mərhələsinə aid testləri edək. İlk öncə bu testləri işləməzdən öncə biz onların bilik və fəaliyyət hissəsini mütləq ayırd etməyə bacarmalıyıq. Burada bilik hissəsi hansıdır? Fəaliyyət hissəsi, yəni bacarıq hissəsi hansıdır? Burada fikrini mətndəki faktlarla bilik hissəsidir, əsaslandırır isə bacarıq hissəsidir. Ümumiyyətcə standartlarda, əsas standart, alt standart və ondan çıxartdığımız təlim nəticəsində bilik və bacarıq hissələri var. Ona görə də onlara həmişə diqqət edin və bilirik ki, bacarıq hissəsi, yəni fəaliyyət hissəsidir. O da Bloom'un idrak taksonomiyasının mərhələlərinin feilləri olur. Və biz ona görə də çox rahat şəkildə o feilləri bilməliyik ki, testdə tətbiq edə bilək. İndi burada baxaq görək idrak taksonomiyasının hansı mərhələsidir. Fikrini mətndəki faktlarla əsaslandırır. Əsaslandırır feilini biz harda görə bilərik? Dəyərləndirməkdə və təhlil etməkdə. Amma biz ayırd etməliyik ki, hansını da dəyərləndirmədir, hansını da təhlil etməkdir. Baxın, biri var mətndəki faktlarla əsaslandırır. Yəni oxuyubdur, oradan bir əsas gətirir, nümunə gətirir. Oxuduğu bildiyi bir şeydən mənə əsas gətirir, əsaslandırır. Orada olacaq təhlil etmək, başqasının mövqeyini anlamaq və yaxud da müəllifin mövqeyini söyləmək, birinin digərinə qarşı olan mövqeyini anlamaq və yaxud da oradan nümunələri gətirmək, bunlar artıq nə olur? Təhlil etmək mərhələsi olur. Amma bir də var ki, özümün fikirlərimi əsaslandırıram, öz argumentlərimi, dəlillərimi, sübutlarımı, əsaslarımı gətirirəm. Yəni o artıq özümlə bağlıdır. Kiminsə kiməsə qarşı olan mövqeyini və yaxud da kiminsə mənə qarşı olan mövqeyini və yaxud da oxuduğum bir şeydən baxıb oradan bir startlar nümunələr gətirmirəm. Ona görə də bu dəyərləndirmə mərhələsi olacaq. Əgər gətirsəm, təhlil etmə mərhələsi olacaq. Və yadınızda qalsın ki, təhlil etməkdə ən, lap, daha çox, yəni qüvvətləndirici ədatlar da var. Yəni siz təhlil etmə mərhələsində müxtəlif cür yadınızı saxlamalısınız. Oxuduğu bir mətndən, oxuduğu bir şeydən, öyrəndiyi, bildiyi bir şeydən start gətirmək, əsas gətirmək, əsaslandırmaq, oradan nümunə gətirmək, olur təhlil etmək və yaxud da birinin digərinə qarşı olan mövqeyini, sizə qarşı da ola bilər, birinin başqasına qarşı da ola bilər, bu da təhlil etməkdir. Və yaxud da, məsəl üçün, birinin digərindən üstün tutulması, seçilməsi, ayrılıb önə gətirilməsi. Məsəl üçün, qeyd edə bilərlər ki, Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətlərin içərisində ən yaxşısını mənə de. Neyniyir? Orada demək, yaxşılar varsa, sadəcə olan içində ən yaxşısını seçəcək. Götürəcək birini önə çəkəcək. Və yaxud da deyə bilər ki, cümlədə isimlərin müxtəlif növləri var, ümumi isimlər var, xüsusi isimlər var, ümumiçilək var, necə mücərrəd isimlər var, sonra toplu isimlər var. Bunların içindən mənə toplu isimləri seç. Toplu isimlərin altından xətt çək, toplu isimləri mənə seç. Artıq orada bir neçəsi var. Onların içindən sadəcə toplu isimləri çıxardır, verirsə, olur təhlil etmək mərhələsi. Və yaxud da deyir ki, iki mətnin oxşar və fərqli cəhətlərinə baxır və onların içərisindən mənə startlar gətirir və yaxud da birinin digərindən ən yaxşı xüsusiyyətlərini qeyd edir. Artıq nə oldu? Oxşar və fərqli cəhətləri biz anlama mərhələsində də görə bilərik, amma sadəcə oxşar fərqliyə baxır. İki faktoloji biliyi oxşar fərqliliyinə baxır. Amma bir də var ki, oxşar fərqliyə baxmaqla yanaşı oradan ən yaxşısını seçib önə gətirir. Müəyyən birim önə çəkmə var, görürsünüz orada. Artıq olacaq təhlil etmək mərhələsi. Ona görə də əsaslandırırı görən kimi burada o dəqiqə dəyərləndirmək düşünməyin. Əsaslandırırı görən kimi tez durun və yadınıza salın ki, bu dəyərləndirməkdə də ola bilər, təhlil etməkdə də. Artıq baxarsınız, bilik hissəsinə baxarsınız, fəaliyyət hissəsində tapa bilmirsiniz. Çünki fəaliyyət hissəsində siz görürsünüz ki, dəyərləndirmə və təhlil etmə mərhələsində var bu söz fəaliyyət, düzdürmü? O dəqiqə sizin köməyinizə artıq bilik hissəsi gələcək. Fikrini mətndəki faktlarla, öz faktlar deyil ki, desəydi ki, fikrini öz mühakiməsi üzrə əsaslandırır, olacaqdı dəyərləndirmə. Amma burada bilik hissəsi nə deyir bizə? Fikrini mətndəki faktlarla. Artıq biz bilirik ki, oxuduğu bir yerdən bizə nümunə gətirdi, əsaslandırdı, demək ki, təhlil etdi. Bu qədər.